Yadigar Muradov. Hamısı onu Quf verilişindən tanıyırdı. Vaxtı ikən Aynisdə, TV-də bir Quf verilişi var idi. Hamı Yadigarı Muradovu Yedigar kimi tanıyırdı. Çox istedadlı aktyor idi. Yumor idi başdan ayağa deyərdim. Gözəl insan idi. Həm də o Şuşa Musiqili Dram Teatrının rəhbəri idi. Mən bir çox dostlarla söhbət etdim. Dedilər ki, Sara Səfura, Şuşa Musiqili Dram Teatrını yaradan o olub, yaradıcısı olub. O gəlib onu Bakıda yaratmayıb, o onu Şuşada yaradıb və o vaxtdan da Şuşa Musiqili Dram Teatrına rəhbərlik edib, oranın direktoru olub və dünyasını dəyişdi. Və xəbər verildi ki, hamımız hazırlaşdıq ki, onunla son vida görüş Şuşa Musiqili Dram Teatrında olacaq. Təbii ki, mən də oraya getmək istəyirdim. Sonra da məlum oldu ki, yox, orada etməyəcəklər. Maraqlıdır. Şəkli, portretləri asılıb, əklillər, digər hər şey gəlib ora, hər şey hazırlanıb və onun nəşin ora aparanda yarı yoldan geri qaytarıblar və aparıblar, qəbristanlığa dəfn ediblər. Ay kişilər, bu kişi Şuşa teatrını, Musiqili Dram Teatrını yaradan bu kişi olub. Bu kişi sonradan ora direktor təyin olunmayıb ki, Şuşada yaradıb və məhz onu Bakıya qədər gətirib, bugünə qədər də o teatr fəaliyyət göstərir, özdə necə lazımdır fəaliyyət göstərir, onun fəaliyyətlə bağlı da hər birimizin məlumatı var. Bu nə qədər böyük bir hörmətsizlikdir ki, onun nəşini yaxınlaşırlar teatra. Artıq insanlar orada gözləyir onunla vidalaşmaq üçün və xəbər gəlir ki, geri qaytarın və oradan qaytarıb aparırlar qəbristanlığa, orada dəfn edirlər. Təbii ki, mən müsahibəni oxudum, oğlanlarının bir oğlunun müsahibəsini ki, açıqlama vermişdi ki, hava bağlı biz orada vida mərasimi etmədik və mən onun oğluna deyirəm və digərlərinə qar yağırdı, şaxta var idi, yol sürüşkən idi, bəlkə avtomobillər, arabalar işləmirdi. Normal hava idi. Havanın temperaturu da nə bilim, belə deyərdim 20-25-ə yaxın müsbət temperaturu var idi. Yenə də deyirəm, belə hörmətsizlik etməyin. Bu əməkdar artistləri, xalq artistlərini, digər bunların fəxri adları var da, bu titullar var, bu dövlət bunları təqdim edib də, onlar oradan insanlarla görüşüb son mənzillərinə getməyəcəksə, orada yəni ifadə edə bilmirəm ki, bundan o tərəfə hansısa bir söz varmı, ifadə varmı? Mən düşünürəm ki, teatrın rəhbərliyi və digər insanlar burada elektrik enerjisi istifadə olunacaq da. Mən düşünürəm ki, ona görə narahatdılar. Mən düşünürəm ki, yeri təmizləmək üçün hansısa xadimyə 10-15 manat pul verəcəklər, buna görə narahat olurlar. Digər xırda xərclər var da, yəni ona görə bunun qarşısını belə alırlar. Əzizlərim, hörmətli məsul şəxslər, o insanın yaxınları o pullu, o paranı ödəməyə hazırdır. Amma azından qoyun ki, insanlar sevdiyi adamlarla görüşə bilsin.